Herkese salam. Bu günlərim CloudOpus və ChatGPT 2D Minecraft oyunu düzəldəcək. Mən burada CloudOpusun 4.5, ChatGPT-nin isə 5.2 versiyasını istifadə edəcəyim. Video başlamazdan əvvəl mənim Telegram kanalıma abunə olun. Burada mən failləri qoyuram və oradan girib yükləyə bilərsiniz. Gəlin videoya keçək. Gördüyünüz kimi ChatGPT bizə uzun prompt hazırlayıb. İndi gəlin onu CloudOpusa verək, görək o bizə nə kod yazacaq. Gördüyünüz kimi ümumilikdə kodumuz 1247. Mən şokdayım ki, bizə Minecraftda 1247 dənə sətir lazım oldu. Gəlin indi bunu başladaq, görək necə alınıb. Gördüyünüz kimi mən dediyim şeyləri etmişdir. Burada bizim Minecraft 2D adı var. Kontrollar, necə hərəkət edəcəyimiz və options, burada bizim necə hərəkət edəcəyimizi deyir. Quit, gəlin oyuna başlayaq. Gözləyək görək açılacaqmı? 2 hours later. Sizə pis xəbərim var. Mən nə qədər play-ə bassam, oyuna girə bilmirik. Ancaq beləcə ekran açılır. Gəlin bunu CloudOpusa deyək. 6.5 hours later. CloudOpus səhvini fixlədi. İndi görək nə qədər sətir tutub. Yenə 1295. Biraz artıb. Gəlin görək oyunun forması dəyişibmi? Oyuna başlayanda yenə 2 səhifə. Gəlin indi play-ə başlayaq. Görək oyun başlayacaq. Yenə beləncə. Gəlin yenə CloudOpusa deyək ki, oyun başlamır. Mən gəlirəm. CloudOpus səhvini analiz edib düzəltdi. Dediyinə görə indi hər şey yaxşı olacaq. İndi daha çox oldu kodumuz. 1410 sətir tutur. Gəlin indi başladaq. Yenə gördüyünüz kimi ana səhifə. Bu səfər gəlin play-ə basaq. Görək oyun başlayacaqmı? Gördüyünüz kimi oyun başladı. Hətta moblar da var. Bu zombidir. Görək bloku qıra bilirik. Bəli, qıra bilirik. Bloku hətta götürə bilirik. İnventarımız da var. Blokları sadəcə bura qoya bilmirik. İndi bunu bura qoya bilirik. 1. Bu navları dəyişmək olmur və bloku qoymaq olur. İndi gəlin bunu qıraq. Gördüyünüz kimi canımız da gedir. Qəşəng səs effektləri də var. Lakin zombidən heç nə düşmədi. İndi bildim. Gəlin indi ev düzəldək, görək necə alınacaq. Gördüyünüz kimi evi düzəltməyə çalışdım. Burada mən tam fikir verməsəm də aclıq yeri var. Mobları öldürsəm də, nə qədər öldürsəm də onlardan yemək düşmədiyi üçün ölə də bilərik. Yəni tam evə oxşatmasaq da, indi sizə daşlar göstərəcəm, blokları. Bu gördüyünüz üstündə biraz tünd yaşıl olan torpaqdır. Bu isə ağacın yarpaqlarıdır. Bu ağacdır. Aşağıdakı daşlardır. İndi sizə göstərim niyə azlığımı doldura bilmirəm. İndi gəlin. Evimi qırsam alsam da mobu öldürmək üçün gəldim. Gördüyünüz kimi heç nə düşmədi. Bir də biz blokları heç nə düzəldə bilmirik. Gördüyünüz kimi inventaridən başqa heç nə açılmır. İndi gələn səhifəni yeniləyək. Quit optiona basaq görək. Orada inventari başqa yoxdur. Gördüyünüz kimi hər dəfə yenilənəndə yeni dünya yaranır. İndi mən CloudOpusa səhvlərini deyib gələm. Mən çoxlu səhv tapdım. Cəmi 9 dənə səhv tapmışam. Siz videonu dayandırıb bu səhvləri bir-bir oxuya bilərsiniz. İndi gəlin bunu CloudOpusa göndərək, görək o bizə nə verəcək. 2 saat fikirləşəndən sonra CloudOpus bizə 2 variant verdi. Burada B variantı yalnız heç nə dəyişməyib, sadəcə analiz edib.
A variantında isə gördüyünüz kimi nə qədər dəyişikliklər edib. Gəlin onu başladaq, görək nə alınacaq. Gördüyünüz kimi yenə əmik səhifə, sadəcə bir şey yoxdur, quiz yoxdur. Düymələr də işləmir. Yəni nəsə ola bilər? Play game. Gördüyünüz kimi hər şey dəyişib. Hərəkət də eləmək olmur. Basıram, yəni hərəkət də eləmək olmur. Yenidən səhifəni yenilək. Hə, yox. Cloudopus nəsə təzədən oyunu pislədi. Yenidən mən gələcəm. Məni gözləyin. Cloudopus bizə kodun yazdı. Ümumilikdə kodumuz 1400 sətirdir. Əvvəlkindən 9 sətir az. Gəlin bunu kopyalayaq, görək nə alınır. Oyuna başlayanda menu hissəsi dəyişmişdir. Butonlar əlavə olunub, animasiyalı. Beləsinə bir control yerimiz var. Move, jump, break color, inventory, selectors var. Gəlin oyuna başlayaq. Günəşimiz də var. Slotumuzu dəyişə bilirik. E-yə basanda crafting yerimiz də var. Gəlin stick eləyək. Onu da eləmək üçün görək nədir. Görək ondan yemək düşəcəkmi? Gördüyünüz kimi yemək düşür. Oha, movlar. Raw beef, yəni yemək. Gündüz gəlir, canımız da gedir. Animasiya qəşəngdir. Görək ağacı qıra bilirik. Həm ağacı qıra bilirik, həm də üstündən. Bloku tutanda da beləncə bir sanki tutmuş kimi görsənir. Sunset. Öldük. Mən bildiyimə görə moblar səhər gələndə ölməlidir. Bu nə tər bir mobdur? Bu deyəsən creeper idi. Gəlin respawn eləyək. Bu səfər respawnımız var. Gəlin sakit yerə gedək. Oha. Burada daha çox mob var. Gəlin sakit yerə gedək. Burada da şey yoxdur. Gördüyünüz kimi animasiyalar da var. Görək əlimizlə daşı qıra bilirik. Və daşı keçəndə də qırmağımız çətinləşir. Yenə axşam olur. Cloudopus'a deyərik ki səhər olanda moblar içsin. Yəni zombilər zətlər içsin. Gəlin indi ağac qıraq biraz. İndi gəlin bu nədir? Stick. Gördüyünüz kimi stick. İndi gəlin bizə wood pick. Gəlin biraz odun kasaq. Odunumuz qutardı. Yenə gəlir üstümə. Canım da azdır, həm də azlığımız var. Gördüyünüz kimi bundan bu deyəsən kazmadır. Gördüyünüz kimi belə kazmadır. Tez qaza bilirik. Bu nədir görəsən? Yəqin ki bu kömürdür. Biz qırdığımız şeylər hara getdi? Inventara da gəlmir deyəsən. Bu şeydir. İndi mən Cloudopus'a səhvlərini deyib gələm. Siz mənim kanalımın aktiv olmasını istəyirsinizsə, kanalıma abunə olun və like atın. Əgər yenə beləsinə bir oyunları düzəltməsini istəyirsinizsə, kommentlərdə hansı oyunu düzəltməyimi deyə bilərsiniz. İndi mənə gözləyib gəlin. Mən Cloudopus'a oyunda alətləri blok kimi göstərməsini istətdim. Və burada bir neçə səhvini tapdım. Videonu dayandırıb yenə baxa bilərsiniz.
İndi gəlin gözləyək CloudOpus bizə nə verəcək. Gördüyünüz kimi CloudOpus bizə kodunu tərtib etdi. Ümumilikdə 1816 sətr tutub. Əvvəlkindən daha çox. Gəlin oyunu başladaq, görək nə alınıb. Gördüyünüz kimi ana səhifə dəyişməyib. Yenə həminki şeylər. Gəlin oyunu başladaq. Bu səfər kursorumuz dəyişib. Plus şəklindədir. Və bloklar beləsinə düşür. Blokların öz şeyləri də var. Gəlin inventarı açaq. Gördüyünüz kimi blokları kursorumuz niyə görsənmir? Bu deyəsən bug'dır. İndi gələm. Gördüyünüz kimi ümumilikdə bizim nətər deyim, inventarımız görsənmir. Yəni istifadə edə bilmirik. Bura gələndə elə kursorumuz itir. Ona görə də bunu düzəltməni deyəcəm. Bunu yalnız bir səhvin deyəcəm indi. Sonra isə ChatGPT-ə keçərik. Gördüyünüz kimi uzaq məsafədəki blokları qıra bilmirik. İnventara görə də biz heç nə düzəldə bilmərik. İndi mən bildiyimə görə gecə gələndə moblar doğulacaq. Gördüyünüz kimi canım da getdikcə çoxalır. Və qəşəng animasiya var. Görək heyvanlardan yemək düşür yoxsa itib. Gördüyünüz kimi yemək düşüb və qəşəng blokdur. Yemək olur görsən. Acımadığım üçün yemək olmur məncə. Gördüyünüz kimi orada skeletin şey var, sümükləri var. Görək səhər gələndə bu moblar itəcəkmi? Gözləyək. Səhər oldu, amma moblar itmədi. Bunu düzəldə bilmir. Yo, getdikcə gördüyünüz kimi ölürlər. Yəni günəşin qabağına düşməlidirlər ki, ölsünlər. Baxın, sümüklər. Bu deyəsən hörümçəkdir, bəli hörümçəkdir. Gəlin biraz o tərəfə gedək. Yenə heç bir şey dəyişməyib, yalnız bir də inventarı düzəldəcəyik. Bunu inventarı düzəldəndən sonra da ChatGPT-ə keçməyə tərcih edirəm. CloudOpus bizə iki variant verdi. Biri A variantı, B variantı. Mənim fikrimcə B variantı yaxşıdır. İndi gəlin kodu kopyalayaq, görək nə olub. Gördüyünüz kimi yenə həminki ana səhifə. Oyuna başlayaq. Gördüyünüz kimi inventarı düzəldib. Bu səfər istifadə etmək olur. Gəlin görək inventarı istifadə edə bilirikmi? Gördüyünüz kimi indi odunları götürək. Bəli, istifadə edə bilirik. Bu qılıncımızdır. Gəlin qılıncımızı hər hansı bir mobun üstündə istifadə edin. Gördüyünüz kimi gün işığı dəyəndə ölürlər. Gördüyünüz kimi öldüm. Və yaxında olmalıyam ki, heyvanları öldürüm. Gəlin yenidən alətləri düzəldək. Gəlin. Qılıncı seçək, görək. Gördüyünüz kimi canı daha çox aparır. Gəlin bunu yoxlayaq. Bəli, canı daha çox. Və sizə deyim ki, acıq borumuza dolur. Gəlin yeməyi seçək, baxın. Gördüyünüz kimi acıq borumuz doldu. Gəlin indi ChatGPT-yə keçək, görək o bizə nə düzəldəcək. ChatGPT bizə kodu yazdı. Gəlin baxaq görün ümumilikdə nə qədərdir. 513 kod sətr. Bu çox azdır. Yəni gəlin kopyalayaq, görək nə alınıbdır. Oyuna başlayanda beləsinə bir ana səhifədir. Ana səhifə var. Options yoxdur. Quit ümumiyyətlə işləmir.
Controls, mouse space jumps, mouse main, select inventory. Beləsinə bir başlanğıc var. Görək mobları. Mən qıra bilmirəm blokları. Gördüyünüz kimi istədiyimiz yeri qıra bilmirik. Beləsinə qırmalıyıq. Bu mənfidir. İnventarımız var, bəli var. Blok qıra bilsək, bəli gördüyünüz kimi istifadə edə bilirik. Gəlin başqa bir blok qırmağa çalışaq. Qırmaq çox çətindir. Gördüyünüz kimi çalışıram. İnventarı açanda görsənir və blokları qoymaq olmur. Deyəsən. Bəli, qoymaq olmur. Yəni bu tam deyil və adlıq barımız var, işləyir. Amma heyvanları öldürə bilmirik. İndi bu səhvləri ChatGPT-ə deyib gəlirəm. 2 hours later. Bizim bir problemimiz var. ChatGPT-ə nə qədər də eləsəm, yenə eyni səhvləri edir. Gəlin sizə göstərim. Gördüyünüz kimi yenə həminki səhifə. Gördüyünüz kimi mouse'umuz dəyişib. Gördüyünüz kimi yenə mouse'umuz dəyişib. Və bu səfər yenə həminki kimi blokları qırmaq lazımdır. Və ağacın üstündən keçə bilmirik. Click mobs to attack. Görək mobları eləyə bilirik. Birinci bu ağacı qıraq. Qıra bilsək. Gördüyünüz kimi durduğu yerdə moblar gəlir. Və bunlar zombilərdir. Amma nə vura bilmirik, nə də ki qaza bilmirik. Gördüyünüz kimi çox çətindir. Və can barı görsənmir. Gördüyünüz kimi canımız da gedir. Yeməyimizi yeyə bilmirik. Niyə bilinmir? Çünki həm bloklarda qoya bilmirik. Nə də ki düzgün oynaya bilirik. ChatGPT nə qədər də eləsəm alınmadı. Gəlin bir dəfə də yoxlayaq. Alınmasa qəlbimizi elan edəcəyik. 6.5 hours later. Sizə yenə pis xəbərim var. Nə qədər eləsəm də ChatGPT qəbul eləmir. Yəni istədiyi kimi düzəldir, istədiyi kimi də verir. Gəlin mən sizə göstərim bu necə alınır. Gördüyünüz kimi yenə həmin səhifə, yenə həmin vid. Play bassaq belə heç bir şey dəyişməyib. Sadəcə kursorumuzu dəyişib. Və moblara zoom eləyə bilirik. Gördüyünüz kimi o da bunu əlavə etmişdi və dünyamız çox da böyük deyil. Bloku da ara qoyacağımı da bilmirəm. Gördüyünüz kimi heç bloku da qoya bilmirəm. Nə ki dünyam böyükdür. Yəni çox da deyil. Positionumuz yoxdur. C-yə basanda crafting yeri açılır. Stone bricks yoxdur. Stone word yoxdur. Yəni çox şey yoxdur. İnventarımızı açırıq. Sonra F yeməkdir. Tez qaraldı. Claims to attack. Gördüyünüz kimi nə hücum elə bilirik. Click to mobs. Yəni basıram üstlərinə də olmur. Gördüyünüz kimi heç nə olmur. LBM mine blocks.
Mənə gözləyin, indi gəlir. Mən bir neçə səhvlərinə baxdım. Burada EMB Mineblock istəyir. Yəni bloklar qoymağımızı deyir. Amma sağ knopkaya basanda heç nə eləyə bilmirik. Nə blok qoya bilirik, nə də ki normal oyun oynaya bilirik. Mənim fikrimcə Cloud Opus oyunlarda daha yaxşı. ChatGPT isə çox uzun kod olmayan oyunlarda yaxşıdır. Bu videoda qəlbimiz isə əlbəttə ki Cloud Opus'dur. Bununla da videomuz bitir. Kanalıma abunə olun, like atın. Telegram kanalıma da abunə olun. Əgər videolarım daha çox çıxması istəyirsinizsə, kommentlərdə hansı sünni interaktiv istifadə etməyimi deyə bilərsiniz. Sağ olun, əlvida.